Daha davam edirik. Bayaq biz algoritm qurulmağından danışırdıq və dedik ki, əbobu əkoba bölən, daha doğrusu əkobu əboba bölən blok sxem qurun. Ataq indi baxaq görə uşaqlar bizim üçün nə atıblar. Aha. Və səhv Elcan. Elcan səhvim sən nədədir? Əbobu düz tapmısan. Doğrudan da əbobu belə tapmaq olar. Orada problem yox. Bunun səhvi hardadır Aytən? Bunun səhvi oradadır ki, mən əkobu tapmaq üçün A ilə B-ni düz deyir, əboba bölməliyəm, amma buradakı A ilə B ilə nəyin eynisidir? Əbobun eynisidir. Çünki ən axırda əbob elə A ilə B-yə bərabərdir. İkisinə də bərabərdir. Mənə əvvəldəki A, B lazımdır. Ona görə mən A ilə B-ni daxil elədikdən sonra onların nəyini tapmalıydım Aytən? Hasilini tapmalıydım. Bir dənə artdan hesablama bloku çəkib içinə yazmalıydım ki, C bərabərdir A vurulsun B. Artıq mənim əlimdə bunun hasili var və bu əvvəlki A, B-nin hasilidir. Ondan sonra prosesləri axıra kimi olduğu kimi aparıb, ən axırda əkobu tapmaq üçün nə etməliydim? Həmin bu C-yi, yəni A ilə B-nin hasilini bölməliydim əboba. Bu zamanda aldım əkobu. Mənə son halda nə lazım idi? Əkob bölünsün əbob lazım idi. Ona da bir C deyib, indi sən tərsinə başa düşmüsən sualı, Elcan. Mən əkob bölünsün AB demişdim, əbob demişdim, amma fərq eləməz. Zaten sən söhbəti başa düşmüsənsə, biraz sualı düz oxusan başa düşəcəksən ki, əkob bölünsün AB yazmalısan, əbob bölünsün, əkob bölünsün, əbob yazmalısan. Yəni, bura qədər gələn onun ardında düz gələrdi. Problem yox. Dəqiq səhv eşitmişsən. Bəli. Başa düşdün Silah sən də sualı? Bəli. Elə burada izah elədim. Sən də buna bənzər yazmışdın, yoxsa necə? Baxım Axırını sənkinə. kontrakt. Sən nəzərə almışdın mı görüm? Mən atmamışam bunu. Onda dəftərdə yaz onu. Yazmışam, emədim. Telefon zatkası yoxdur, tabii. Hə, tamam, yaxşı. O zaman getdik digər sual. Hətən baxım dimdə. Yenə deyirəm, amma dimi təzən özü işləyəcəksən. Mən dimi suallarını çətinləşdirdim. İndi gəlirik uşaqlar. 95 tipli sualı. Bunlar yaza bilsən? Yazmısan mı? Niyə yazmamısan ki? Basandı niyə yazmıyorsun? Bakın birinci nə eləmək lazım? Yaza bildiklərimi yazı gedirəm. Ondan sonra yazamadıqlarımı üstə dirəşirəm. Başa düşdün? Əlbəttə sən bir sualı yazmadığın sualdan ilişməsən. Yaza bildiklərimi yazı gedirəm. Qutardı. İmtahanı da belə eləməz. Ondan sonra yazamadıqlarımı qayıtmalısın. Axıra kimi baxmamış olmaz. Axırıncı suala kimi baxmalısın. İndi gəldilər, faktoriallardan işləyirik. Sirat çox heyif ki, yoxdur. Sirat deyirəm, amin çox heyif ki, yoxdur. Mən sizə dünən bəzi tapşırıqlar vermişdim. Məsələn, demişdim ki, S bərabərdir 2 faktorial, üstə gəl 4 faktorial, üstə gəl 6 faktorial, üstə gəlinsin nöqtə, nöqtə, nöqtə 2n faktorial. Bu hasili tapan bizə blok sxem qurmaq lazımdır. Bir dənə bunun özünü mən izah edeyim. Bu necə qura bilər? Görürəm ki, bir dənə mənim nəyim var burada? Et zəmin var. Hara kimi gedir? 2n-ə qədər. Deməli, klaviaturdan nəyi daxil eləməliyəm? N-i. Klaviatur N-i daxil eləməliyəm. S-i əlbəttə yazacam. Daxil eləmək paralelogramın içindədir. S bir qiymətdir, çünki sıfırdan başlayır. N isə konkret qiyməti yoxdur, çünki N klaviaturadan daxil edəcək. S-i sıfırdan başla. Neynəsək? Nəyin şərtini? Nə bilim, o sənin onu hansı formada yazmalı. Konkret yazı mənə göstərsin ki, mən bu sualı neçə bal verərsin, mən ona uyğun deyə bilərəm. Yoxsa biri indi intuisiya ilə deyirsən ki, yarım yazsaydım. Hansı baxımdan yarım yazsaydım? Yaxşı, uşaqlar, indi i-nin başlanğıc qiyməti faktoriallar yazıramsa 2-dən də başlada bilərəm. Çünki faktoriallar zaten 2 faktorial 2 eləyəcək. Burada da 1 faktorial yoxdur. İstəsəm 2-dən də başladaram, amma mən 1-dən başladıram ki, i-ni. Bütün suallar üçün yaza bilim bunu, üsulu. I-ni 1-dən başla. İndi baxıram, hara kimi gedir? 2n-ə kimi gedir. Heç vaxt yadda saxlayın. Faktorial olanda n-ə kimi getmək olmaz. Elə 2n-in nəyinə kimi getmək lazımdır? Özünə kimi getmək lazımdır. 2n-in özünə kimi getmək lazımdır. Ona görə mən yazacağam ki, burada şərt blokun içində nə?
i kiçikdir, bərabərdir elə 2n-dən. Ya kiçikdir qoyub 2n plus 1 yaza bilərəm, ya da elə bərabər qoyub 2n yaza bilərəm. Eyni şeydir, fərq eləməz. Bu bura qədər bal düşür. Bir də şu olar, faktorialların içində aydındır ki, hasil hesablanır, düzdürmü? Onda mənim bir dənə də hasil dəyişəninə ehtiyacım var. Ona görə buradan da bir dənə p əlavə edirəm. P bərabərdir 1. İndi hər dəfə faktorialı tapacam. P-nin köməyi ilə. Faktorial necə tapırdıq? P bərabərdir. P vurulsun i. Hər dəfə bu i-yə vuraraq, məsələn, i 1-dirsə 1 faktorialdır. Sonra i artı oldu 2. P-nin qiyməti 1 idi. 1-i 2-yə vuranda 2 edir, o da 2 faktorialdır. Sonra 1 vur 2-ni 3-ə vursam 3 faktorial olacaq. Yəni P burada mənim nələrimdir? Faktoriallarımdır. Yaxşı, mən bu P-ləri həmişəsin üzərinə gəlməliyim, yoxsa yox? Əgər burada yazılsaydı ki, 1 faktorial, üstə gəl 2 faktorial, 3 faktorial, onda birbaşa altdan yazardım ki, S bərabər S üstə gəlsin P. Amma burada bütün faktoriallar gəlmir. I ancaq neçə ədəd olduqda faktorialların cəmini tapır? Cüt yoxsa tək? Cüt. Ona görə bir dənə də buradan təzədən şərt bloku çəkirəm. Deyirəm ki, əgər I faiz 2 bərabər, bir dənə də bərabər yazmaq olar, çünki bu Python deyil. Bərabər 0-dırsa, o zaman bu necə ədəddir aytən? Cütdür. Cütdürsə, onda həmin faktorial mən nəyin üzərinə gəlməliyəm? S-in üzərinə. Faktorial məndə nədir? P-dir. Onda altdan yazacağım ki, S bərabərdir nəyə? S üstə gəl P. Və mən beləliklə cüt ədədlərin faktoriallarını S-in üzərinə daxil eləyəcəm. Bəs şərt ödənməyəndə, yəni tək ədəd olanda nə eləyəcəm? Heç nə eləməyəcəm. Bunu belə də yaza bilərəm. S bərabərdir S də yaza bilərəm. Ümumiyyətlə bu qolu boş da saxlaya bilərəm. Heç nə olmaz. Ya belə yazıram. S bərabərdir S. Sonra bir-birinə birləşdirirəm. Sonra da gətirirəm bunu bax. Bura birləşdirirəm. Amma nəyi artırmaq yadımdan çıxmamalıdır? İ'miz bizim birdən başlayıb. Bax, i artmalı yoxsa yox? i artması necə faktoriallar əmələ gələ bilər? Ona görə baxın. Bunların hər hansı birini yanında artırmaq olmaz. Çünki həm tək olanda artırmalısın, həm cüt olanda. Ona görə bu şərti yoxlayandan sonra yeni bir vayda artırmalısın. i bərabərdir i plus 1-ə. Və bununla gətirdim, birləşdirdim, bax bura. Buradan da getdi çıxışa. Çıxışda nəyə verəcəm çapa? S. Başa düşdün aytın. Köçürdün uşaqlar sualı. Köçürdün, indi buna aid başqa suallar da verəcəm siz. Yenə deyirəm, burada en yazmaq olmazdı. Niyə en yazmaq olmaz? Çünki biz eninci ədədin düsturundan istifadə eləyə bilmirik. Bizim əlimizdə algoritmin içində elə bir şey yoxdur ki, mən onun köməyi ilə faktorialı avtomatik tapım və deyim ki, 2n faktorial tap. Elə bir şey yoxdur. Ona görə biz məcburuq ki, faktoriallar bir-bir tapaq və 2n-ə qədər özümüz gedək. Ona görə kiçikdir, bərabərdir 2n yazmalısınız. Ayda orada kiçikdir, bərabərdir n yazsaz, sizin sualınızdan bal gedəcək. Çünki bu n-ə qədər getmir, bu 2n-ə qədər gedir. Cəld olun, cəld olun. Nəyi? Hansı sən deyirsən? Bunları mı deyirsən? Burada hesablama var. Bərabər var. Tabii getdik. Bərabərlərin hamısını neçə yaz? Düz burada. Parallelogram yox. Parallelogram giriş çıxış üçündür. Parallelogram bax, n bərabər nəsə yazmamışam ki, yox. N yaza bilərəm. S bərabər də heç nə yazmamışam. S yaza bilərəm. Çünki bunun biri girişdir, biri çıxış qiyməti. Cəld olun. İndi buna bir sual verəcəm sizə. S üstə gəl P. S bərabərdir, S plus P-dir burada. Yəni, cüt faktorialları S-in üzərinə gəl. Bunu yazan kimi, hamı yazır bax bunu. S bərabərdir 1 faktorial, üstə gəl 3 faktorial, üstə gəl 5 faktorial, üstə gəl 2n plus 1 faktorial. Getdiniz. İndi eynisini digər üçün vurun. Eyni məntiqlə. Sonra bunları imtihana gözləyin ha. Keçən imtihanda belə bir cəm düşübdü, amma faktoriallı cəm deyildi. Faktorialsız idi.
İmtahana sanki bunun faktorialsı düşmüşdü. 1 bölü 2, 1 bölü 3 və s. Buna bənzər bir şey tam yadıma deyil sual. İndi faktorialsı düşə bilər. Elə bir ehtimalımız var. Dəqiq düşəcək demirəm, əlbəttə bunu biz deyənmərik, amma ehtimal var ki, faktoriallı bir sual düşə bilər. Yox, faktorial deyil. Buna bənzəyirdi, amma faktorialları yox idi. S bərabərdir. Sanki bu belə bir cəm idi, amma altda faktoriallar falan yox idi. Faktoriallarsız bir cəm. Bizim belə idi. 2 bölünsün 3, üstə gəlsin 3 bölünsün 4, üstə gəlsin. Yəni n bölünsün n plus 1. Belə bir şey idi. Tam hatırlamıram. O qədər çox sual işləyirik ki, adam qarışdırır hansı idi. Və yaxud da az işləyir. İllərin birində belə bir sual düşüb. 1 faktorial üstə gəlir, 2 faktorial üstə 3 faktorial və s. Belə bir sual düşübdür. Hətta ilk il düşmüşdü elə. Nə? Məndə var da zaten. Hamıda baxar. Hələ bir sual yazın. Hardasa uşaqlar. Yazmaq üçün 4 dəqiqəniz var. Vaxtımız az qalır. Sürətli olun, çünki sizin dərsiniz sonra başqa dərsiniz var bizim. Attım. Yaxşı elədin. Sırat sən də göndər. Səsim gəlir müəllim. Bəli, səsin gəlir. Hə, bayaqdan deyirəm, ya ekran görünmür deyə məndə. Görünmürdü? Sənlə bağlı bir şeydir. Xeyr, Mən telefonda nəzarət edirəm, məndə görünür. sualı deyə bilərsiniz. 1 faktorial üstə gəl 3 faktorial üstə gəl 5 faktorial plus 2n plus 1 faktorial cəmini hesablayan blok sxem qurun. Yaxşı müəllim. Cəld olun 3 dəqiqə sonra gəlirəm. İndi Elcan, sən bunların mənfisi ilə olanını yaz. Bir dəfə müsbət, bir dəfə mənfisi. Gəlib onu izah edəcəm. Bunu yoxlayandan sonra. Sən onu bitirsənsə yaz. Elə bir ki, belə 1 faktorial çıxılsın, 3 faktorial çıxılsın, gəl 5 faktorial çıxılsın, 7 faktorial və s.
Aysa onu nida bərabər də yaza bilər. Bu hansıdır? Mənfi olandır. Mənfi olmayanlar. Yəni bu kanı yazmamış. Bunun biraz yer düz deyil. Düzəldəcəm, göstərəcəm. Hə, uşaqlar. İndi necə yazsam? Alın, baxın görün düzdürmü? Yaxşı. Kanı istifadə eləməmsən axı. Yox. Kanı yazmışsan, amma istifadə eləməmsən. Zaten sual yadımızdadır. Baxaq görək nə yazmışsın. Aha, P vuru 2% 1 bərabər Aysal. Faiz 2 bərabərdir 1 olandır. Bu dəfə isə tək olandır zəmfəsi. Düzdür. Bu düzdür, bu heç. Amma indi uşaqlar, mən sizə biraz da sualı maraqlı formaya gətirəcəm. Yenə deyirəm, indi bunlar çətin görsənməyinə baxmayın. Bunları yazandan sonra qalan suallar asan görür. İndi S bərabər deyirəm ki, 1 faktorial sıxılsın. 3 faktorial. Üstə gəl. 5 faktorial. Siradiyadıva gəlir, biz bunu işlədik. Amma biz bunu faktorialsızını işləmişdik. İndi faktoriallısıdır. Faktorialsızında eninci əddə olduğu kimi istifadə eləmək olardı. Asandır, problem yoxdur. Amma burada eninci əddə olduğu kimi istifadə eləmək olmaz. Çünki bu faktorialdır. Mənfi 1 üstü neçə olduğunu yazacağım. Hələ ki, burada yazıram 2n plus 1 faktorial. Aha. Deməli, n-in yerinə neçə qoysam alıram bunu? 0 qoysam. Deməli, bu 0-dan başlayır. Mən hər ehtimalla burada yazacağım. 2 n plus 2 yazaram. 2 0-dan başlayır. 1 olanda 3 olacaq, mənfi olacaq. Yoxları getmiş olar. Bax, sual belədir. Bu sualı həll eləmək üçün Aytən bir variant təklif edibdir. Elə Aytənin variantı bizim vaxtımız bitdiyi üçün tez onu çəkirəm buradan. Yenə n-i daxil edirsiniz. N-i daxil eləyəndən sonra yenə bayaqki dəyişənlər olduğu kimi yerində qalır. S bərabərdir 0 cəm dəyişənidir. P bərabərdir 1 hasil dəyişənidir. Ondan sonra bizim ümumi addım-addım artacaq dəyişənimiz lazımdır. O da i bərabərdir. Yenə 1-dən başladırsınız. Və bizim bir dənə də artımı müsbət mənfi eləyən dəyişənə ehtiyacımız var. O da k-dır. İndi birinci dəyişənim, birinci ədədim. Aytən, mənfi müsbətdir. Müsbət. Ona görə k neçədən başlayır? 1-dən. Amma birinci ədəd mənfi olsaydı, mənfi 1-dən başlasaydı. Onda nə olardı k? Mənfi olardı. Yəni birincinin işarəsi nədirsə, k-nın da işarəsi odur. Bunu yaddan çıxartmayın. K-nı daxil elədikdən sonra yenə bayaqki hissələr olduğu kimi qalır. I yenə kiçikdir, bərabərdir 2n plus 1-dən. N-inci əddə olduğu kimi yerinə yazıram burada. N yazmaqla burada əldə eləmək olmaz. Çünki yenə deyirəm, bu faktorialdır. Yenə P-ni tapıram. P-də heç nə dəyişmir. P bərabərdir. P vurulsun i-yə. Bu faktorialları tapmaq üçündür. Yenə bu P-lər nə zaman S üzərinə gələcəm, Aytən? I-lər necə də olduqda? Yox. Tək yoxsa cüd? Tək. I faiz 2. Ya bərabər 1, ya da nida bərabərdir 0 olduqda. Eyni şeydir bunlar. İkisi də düzdür. Belədirsə, hə, onda P-in üzərinə gəl. Amma nəyə vuraraq gəl? K-ya vuraraq gəl. Niyə? Faktorial bir dəfə müsbət olsun. Sonra K bərabərdir mənfi K deyəcək. Gələn dəfə necə olacaq? Mənfi olacaq. Ona görə 1 faktorial toplayıb 3 faktorial çıxacaq. 5 faktorial toplayıb 7 faktorial çıxacaq. Bunu belə eləyəndən sonra, elə bax burada, aşağısından, bax, i k bərabərdir mənfi k-nı mən sərbəst yerdə yaza bilmərəm. Eynən bunun altında yazmalıyam ki, yalnız özündən sonrakında baş versin həmin o proses. Gələn dəfə bura gələndə dəyişsin. Yoxsa hər dəfə dəyişəcək, bu mənim işimi çətinləşdirəcək. Ona görə k bərabərdir mənfi k-nı burada S-in altından yazmaq lazım. Bu tərəfdə də yenə S bərabərdir elə nəyə? S-ə. Çünki burada S dəyişməyəcək. Çünki biz yalnız tək olanların cəmini tapırıq. Tək faktorial olanlar. Necə? Zaten yəni birinci P-ni K-ya vurmalı, sonra S üzərində. Bax, P-miz nə olacaq? Birinci 1 faktorial olacaq, sonra 2 faktorial
da ödəməyəcək, bir də 3 faktorialda ödəyəcək. 1 faktorialda olduğu kimi olacaq. K-ya vuraraq. Çünki K 1-dir. Amma növbətidə K bərabərdir mənfi K olduğundan 3 faktorial gələndə mənfi 3 faktorial kimi gələcək. Nəysə. Bu belə gəldi buradan. Belə. Yenə i bir vahid artdı. I bərabərdir. I plus 1-ə. Beləliklə də bu proses bitir. Print. Aşağıda. S. Çox olar. Rekord burada bitir. İndi siz nə edəcəksiniz? Onu deyirəm. Sirat. Bir dənə güvənin sınağı var. Onu atacağım. Sənlə Amin onu işləyəcəksiniz. Elcan o sınağa gedib. Elcan nə edəcək? Elcana tapşırığım budur ki, Elcan sənin Gündüz Mirzəbəylinin Müəllimlər kitabı yadındadır. Onun qalıb PDF səndə. PDF yox. Qalmayıb. Onu belə eləyək. Səndə Python atı suallarını işləmsən, Hardan? dimdən. Lap çoxdan işləmişdim. Yadımda deyil. İndi oradan baxırsan Python atıq suallarına dimdən. Hansılar Ətraflı. çətindirsə, onlardan 10 dənə işləyirsən. Asanları işləsən olmayacaq. Bizim Hə. elədiyimiz müddətdə. İndi 10 dənə yoxdur, indi nə qədər bacarsan. 1 saat yarım ərzində. Biz səninlə görüşəcəyik 16:30-da. 16:30-a qədər nə qədər bacarsan atıq Python sualı işlə. Boş qalma. Bu gün OTK-ya da getmişdim. Atım onu. Onu Aysol hamısını qərara göndər mənə. Onunla atarsan onu da gələn dəfə işləyərik və yaxud da ikinci gün işləyərik. Bəli. Tamam. Səhv sual yox idi ki OTK-da. Bir dənəsinin şərti düşməmişdi, amma oxuyanda bilinir. Ay sən. Deyəcəklər tutanlar istəyiniz. Mən vaxtım olmadı baxmağa. Nəysə. Tamam uşaqlar. İndi silahsız çıxa bilərsiniz. Gedin işinizi görün. İşinizi görün deyəndə sınaq atıram, onu işləyin. Rekordu burada dayandırıram. 10 siniflərin dərsi başlayır.